Bəli, hörmətli tamaşaçılar, mən sizi Ağdam şəhərində yeni verilən 3 otaqlı evdən salamlayıram. İndi gəlin görək 3 otaqlı ev necədir. Birinci otaq bu otaqdır. 3 otaqlı evin zalı da adlandırmaq olar bura. Gözəl bir burada işıq saçan qoyulubdur. Bizim dildə desək, lüksdur. Yəni buradan gözəl bir mənzərə açılır. Məhəllə parkına. İndi görürsünüz insanlar burada artıq hər birisi köçən insanlardır. Və indi gedək digər bir otağa. Bu bir otaq idi. Baxın, indi burada bir dənə hamam və ayaq yolu olan hissəsi var. Çox gözəl dizayn olunubdur. Həqiqətən də hər bir şey yüksək səviyyədə. İkinci bir qapı ayaq yolu olan hissəsidir. Yəni həmişə dediyim kimi burada ayaq yolu ayrıdır, hamam ayaq yolu ayrıdır. Təsəvvür biri hamamdadır. İndi məcburdur ki ayaq yolu olmasaydı məcburdur ki hamamdakı çıxsın ondan sonra. Amma şükür qəşəng gözəl şərait yaradıblar. Növbəti bir ayaq yolu burada inşa ediblər. Burada mətbəxdir. Baxın, mətbəx olan hissəsidir. Burada indi bilirsiniz ki, Ağdam şəhərində qaz filtrəsi yoxdur, elektrik filtrəsi qoyublar yeməklərinizi burada bişirmək üçün. Bu da mebeldir. Yəni artıq mətbəx mebeli köçəndə almağa ehtiyac yoxdur. Burada hər birisi dövlət tərəfindən qoyulubdur. Burada da 2 etajlı qab yuma yeridir, krantı olan hissədir. Mətbəxdən eyvana qapı açılır. Bu eyvanda çox yekədir. Baxın, nə boyda bir eyvanı var. Elə burada da operatorumuz zəhmət olmasa çəksin. Köçən insanlar indi hər birisi öz evlərini axtarırlar, haçarları alıblar və artıq onlar da öz evlərinin yerini müəyyənləşdirirlər və əşyalarını həmin evə qaldıracaqlar inşallah. Mətbəxdən keçirik digər bir otağa. Sol qapıdan bir dənə də yataq otağı var. Burada da deməli lüstrla təmin olunubdur. Divar kağızlı ilə üzlənibdir və buradan da eyvana bir qapı açılır. 3 otaqlının eyvanı çoxdur. Bu eyvan digər eyvana nəzərən biraz balacadır, amma yenə də var. Yəni buradan da şəhərə gözəl mənzərə açılır. Bu hissə isə burada yaşayan insanlar rahat şəkildə maşınlarını bax bu qaraja, yeraltı avtoparka verərək rahat şəkildə öz binalarına qalxa biləcəklər. İndi gedək görək sonuncu evimiz, yəni otağımız, sonuncu otağımız necədir? Baxın, bu da geniş bir otaqdır. Buranın da deməli eyvanı var, amma bilirsiniz ki, mətbəxdən qapısı açılır həmin eyvana. Və buranın da mənzərəsi doğrudan da qəşəngdir. Həqiqətən də verilən evlər göz oxşuyur. Allah xeyir versin bütün Ağdamlar. Gəlin, Ağdam şəhərində yaşayın, xoşbəxt yaşayın. Həqiqətən də buradakı evlər superdir. Buranın da divar kağızı başqa bir divar kağızı ilə, yəni rəng baxımından başqa bir rənglə üzlənibdir. Demək olar ki, hər burada divar kağızları tam fərqli rəngdə üzlənibdir. Koridorun da divar kağızının rəngi bambaşqadır. Həqiqətən də çox gözəldir. İndi biz burada koridora çıxdığımız zaman geniş bir koridoru var. Bu koridorda da bir neçə 2, 3 və buradan isə növbəti evlər başlayır. İşıqlar ağıllı işıqlardır. Yəni insan yaxınlaşdığı zaman yanmağa başlayır. Burada da bir otaq var. İndi hər kimindirsə Allah xeyir versin. Buranın da necə deyərlər, otağı çox genişdir, yaxşıdır. Buradan da məhz yenə də gözəl bir mənzərə açılır. Bütün hər bir şəraitlə təmin olunub məhz buradakı binalar. Mən sizə həm evin daxilini, həm də xaricini göstərdim. İnşallah siz də tezliklə öz yurdunuza köçəsiniz. Sağ olun. Allah xeyrimizi versin, sağlıqlarımıza qismət olsun hamının. İnşallah. Devlətimizə dəyməsin, prezidentimizə dəyməsin, şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə can sağlığı versin. Saldatlarımıza dəyməsin. Vətənimiz sağ olsun. Siz sağ olun. Allah hamının köməyi olsun. Amin inşallah. Hardan gəlmisiniz? Ağdamdan, Ağdam Qaşqırıyam, Qucağında yaşayıram. Uzaqda yaşadınız, gəldiniz buraya artıq. Yəqin hərdə danağayıraq. Xeyirli eləsin, Amin. yaşamağa nəsib eləsin. Baxın, gözəl şəraitdir. Amin. Üç otaqlı ev. Sağlığımıza qismət. Hamının sağlığına qismət olsun. Allah hamının köməyi olsun. 30 ildən sonra indi qaçanda 33 yaşım var idi, indi 68 yaşım var. 68 yaş. Hə. 5 nəfərdən qaçmışdım, indi 5 dənə nəvəm var. Maşallah olsun. Allah köməyiniz olsun, sizə də qismət olsun. Hamıya qismət olsun, hamı nəvə görsün. Amin inşallah. Allah belə kömək olsun prezidentimizin, belə nətədim, icra hakimiyyətimizin, belə canı sağ olsun ki, belə gözəl evlər, belə cəmaata tikib verib başına dönüm. Belə 30 il bundan qabaq belə çıxmışıq, indi bu yaşımızda gəlmişik. Allah hamısını kömək olsun, prezidentimizin canı sağ eləsin, başçımızın onu kimi, nə bilim, şahidlərimizə Allah rəhmət eləsin, qazilərimizə də Allah kömək eləsin, qadan alın. Sağ olun. Siz hardan gəlmisiniz? Mən də elə Ağdamın Quzanlı kəndindən gəlmişim. Quzanlı kəndindən gəlmisiniz. Hə, Neçə otaqlı evlə təmin olunmusunuz? elə 2 otaqlı. Allah xoşbəxt yaşamağı nəsib eləsin. Allah Sağ sizə ol, uzun qadınam, ömür sağ ol. versin ki, Allah hamıya burada belə evlər, yaşayasın. hə, sağ ol. Hamıya belə qismət eləsin. Amin Belə inşallah. evlər, Çox hə, sağ olun. hamıya. Çox sağ olsun belə prezidentimizi, başçımızı, belə ömrü uzun olsun. Amin, amin inşallah. Hə. Var olun. Sağ ol, qadınam, sağ ol.